Salam aleyküm, əziz və hörmətli dostlarımız, xoş gördük sizi. Umarım ki, keyfiniz sazdır, yaxşısınız. Mən hala biraz keyfim nasazdır, nasazam yəni. Və biraz başım ağrıyır. Yəni hələ mərsiliklə bəlkə bir əsərlər var, amma yenə də dedim ki, gəlin bir kitab oxuyayım. Bəlkə biraz halım yaxşılaşar. Xoş gördük hamınızı. Umarım ki, siz yaxşısınız. Bilirsiniz, mən məriz olmasam çalışıram ki, gələm və bir səfər kitab oxuyam. Amma təəssüf olsun ki, məriz olanda, halım olmayanda gələ bilmirəm. Dostlardan biri Ağay Zahiri Kəhnəmuyi, Allah uzaq eləsin canından, xatirələrini yazmışdı bu korona tutmaqdan. Yazmışdı ki, o əvvəllərdə 3 dəfə ya 4 dəfə korona tutubdu. Mən əslən inanmırdım ki, axı olmaz ki, həm də vaksin vurdurmuşdu adam. Sonra mən həm vaksinin ikisini vurmuşam, üçüncüsünə icazə vermir. Aleyküm salam dostum. Üçüncünə icazə vermir. Dalbadal koronadır ki, hey tuturam. Yəni, elə bir ki, korona bizə evimizdə də qonaq olubdur. Seri ilə nədir? Adam da çox görmürük. Yəni, biz heç kəsi də görmürük əslində. Gördüyümüz öz uşaqlarımdan sonra heç kəsi yoxdur. Amma tuturuq da, yəni bilmirəm, haradan gəlir. Bəlkə asansorda tuturuq, bəlkə alverdə tuturuq, amma hər halda tuturuq. Geçmiş olsun sizə də, bizə də. Kitabımı ki oxuyuruq, o kitab ki oxuyuruq, onun adı Sümürgəçinin portresi və sümürgələşdirilənin portresidir. Bu kitab 54-55 il bundan qabaq çap olubdur. Yazarı Tunesli Albert Memmidir. Albert Memmi o zaman ki istəyib geçsin Fransada dərs oxusun, Tunes məmləkəti, yəni Albert Memminin məmləkəti Fransəlilərin işğalındadır və onların sümürgəsidir. Sümürgə dedik, yəni müstəmirə, yəni o yer ki, zorla işğal eləyiblər, sonra insanlar qorxudan təslim olublar, iradələrin əldən veriblər, o işğal eləyənlər nə cür istəsələr, o cür rəftar edirlər, buna da dedik ki, beyinlər sümürgə olur. Orada dərsini oxur, məmləkətinə qeydir, görür ki, millət inqilab eləyiblər, silahlanıblar və sümürgəçi ilə, yəni fransəlilərlə savaşırlar. İstiqlallarını əlbəttə Tuneslilər aldılar. O zaman bu kitabı yazdı. O zamandan bu günə qədər bu kitab 50-60 məmləkətin heç olmasa istiqlalına köməklik eləyibdir. Bu kitabın 86-cı səhifəsini oxuruq və bu mən fikir edirəm bu günləri bu iki səhifəni o yüz oxuyacağıq və beləliklə bu fəsli qutaracağıq və keçəcəyik sümürgələşdirilənin portresinə. Yəni buradan bu 86 səhifə ki oxumuşuq, hamısı sümürgəçiyə görə idi. Buradan bu üzə, yəni bunu oxuyandan sonra gələn dəfədən başlayacağıq sümürgəçinin sümürgələşdirilənin portresinə. Yəni türklər ki İranda, yəni farsların sümürgəsi altında qalıblar, onların vəziyyəti, durumu nədirdir? 86-cı səhifənin ortasında yazıb ki, kəndini aqlama. Aqlama, haqlamaq deməkdir. Biz deyirik ki, özün haqlır. Bu da burada aqlama türkcədə haqlamadır bizcə. Və işdə son bir çapdırma daha. Deyir ki, İşdə bilirsiniz, Türkiyədə şudur, budur, işdə olur burada, bura və bu. Şu da olur bu da olur bu. Yəni biz o iki deyirik bu, bura, Türkiyədə işdə, şu, beləsi bu kəlmələri işlədirlər. Və işdə son bir çarptırma daha. Deyir ki, son olur axirdə. Biz indi ərəbcə deyirik buna, axir sözün. Türkçəsi sondur. Son bir çaptırma, daha bir qabıq deyək. Məsələn, layə.
layə sözü ki vardı, onun türkçəsidir burada. Çapdırma çox, yəni daha bir əcib söz. Görək nə deyəcəkdir. Mən bunu oxudum, bu gün bura gəlməmişdən əvvəl bu səfəni oxudum. Əslində çalışır bir rəvani vəziyyətdən desin ki, rəvani vəziyyətdən başımıza nə oyun gəlir biz türklərin İranda. Onu istəyir bir daha burada desin. Amma gələn o 100 neçə səfər ki oxuyacağıq, 100 səfər, o 100 səfər bizim elə Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Tehranda, Türkmən səhrada, Xəlicistanda, Qəşqayistanda başımıza nə gəlir, onları deyəcəkdir. Sümürcə insanın kulluğu sümürgəciyə rezilcə gəldiyindən bu durumu aklaması gerekir. Deyir ki, sümürcə insanı, yəni bizlər, türklər farslara nisbət sümürcə olmuşuq. Bizim torpağımızı işğal ediblər, vətənimizi işğal ediblər. Kulluq bilirsiniz, biz də qədimdən deyirik, məsələn, Əli qulu, Həsən qulu, Hüseyin qulu. O qulu ki vardı, onu Türkiyədə K ilə deyirlər, kulu. Qul, yəni nökər, bəndə, əbd. Əbdullah ki deyir, Allahın bəndəsi, həylə bir şey. Sümürcə insanının kulluğu, ona nökərçilik, sümürcə insanına, biz indi farslara nökərçilik, sümürgəciyə rəzilcə gəldiyindən, sümürgəci, yəni farslara rəzil görsənə, rəzil yəni əşağı, əskik gəldiyindən bu durumu açıqlaması gerekir. Bu vəziyyəti özü gərək tozih verək ki, yəni nə cür məsələn, niyə farslarla türklərin rabitəsi bir deyil? O deməyəcək ki, fars türklər bizim qulumuzdur. O onu deyir ki, açıqlamaq məcburiyyətindədir. Yəni, məcburdur ki, desin, nə cür olub, burada nə geçir? Yoxsa kəndi varlığı bir rəzalətə dönəcəkdir və nə olacaqdır? Güvənsizliyə düşəcəkdir. Deyir ki, əgər açıqlamasa ki, nə cür olubdur türklərlə farsların ilişkiləri, bu əlaqələri əgər açıqlaya bilməsə, yoxsa kəndi varlığı, özünün var oluşu, varlığı, diriliği nə olar? Bir rəzalətə dönəcək, bir əşalığa, pisliğa, kötülüğa dönəcəkdir və güvənsizliyə düşəcəkdir. Ha belə etimadsızlıq yaradar, o gərək bunu açıqlaya. Açıqlayanda görək ki, bunları nə cür açıqlayacaq? Türklər bizə görə nə dilər? Deyəcək, İranlıdırlar, biz bunların əmniyyətini qoyuruq, əgər biz olmasaq ac qalarsınız, susuz qalarsınız, nəftiz yoxdur, dəriyə yolunuz yoxdur, filan, bəhman bunları açıqlayacaqdır. Və biz tariximiz birdir, dilimiz birdir, kültürümüz birdir, hər ikimiz şii yox, biz daimən tarix boyu İran var idi və siz də İranın bir parçasıydınız və İranın başıydınız. Bu cür bir sözlərdən bizə deyəcəkdir. Görək ki, nə deyir? Teorikdə görək ki, teoride nə olur? Həm sümürcə insanını, həm də kendisini yenidən tasarlarkən kendini haqlı çıxarıb rahatladacaqdır. Deyir ki, bu bir iş görəcəkdir. Gələcəkdir tazaşdan, yenidən, yəni tazaşdan, yenidən, yəni bir də əvvəldən. Həm sümürcə insanını, həm bizi, türkləri, həm də kendisini, həm də farsların özünü yenidən tasarlarkən, tasarlamaq, tərrahi eləmək. Bir paltarı, məsələn, bir xanıma, ya bir kişiyə, ya bir evi tərrahlıq elirlər ki, nə cür düzəlsin, nə cür tikilsin, bunun bədənində nə cür yaraşsın, ya çox yaraşsın. Bunu deyir. Deyir ki, bunu tərrahlıq eləyərkən nə olacaqdır? Özünü haqlı, özün haqlı çıxadacaqdır. Mən farsam, mənim dilim əsli dildir, şirin dildir, mən İran bizuq filanıq, bu nəsi bir şey. Kəndini haqlı çıxarıb rahatladacaqdır. Özün, o əvvəldə dedim ya, rəzillik hiss edər. Onun üçün deyir ki, bu özünü gərək rahatlada. Pəs özün haqlı çıxadacaq, haqlı görsədəcək, sonra da rahatlayacaq. Biz elə 2500 ildir burada yox. Bizim İran, fars dili müştərək dildir, hamının diliymiş tarix boyu, hamı bunu saxlayıbdır. Beləsi yalanlardan deyəcəkdir və özün haqlı çıxadacaqdır. Uyğarlığın və tarihin dəyərlərinin taşıyıcısı olaraq bir misyon gerçəkləşdirir. Deyir ki,
Bu adam özünə bir məmuriyyət çıxadacaq. Yəni farslar özlərinə bir məmuriyyət çıxadacaqlar. Biz dünyanın yap-yaxçı nəcatıyıq. Dünyanı biz abad eləyəcəyik. Sürəyyada elm olsa biz gedib onu alacağıq. Bu cürsü. Uyğarlıq dostlar. O şey ki farsca, ərəbcə ona mədəniyyət və ya təməddün deyirlər. O uyğarlıqdır türkcə. Uyğarlığın və tarixin. Tarixdəki bilirik nədir? Keçəcəyim. Dəyərlərinin daşıyıcısı olaraq. Biz o farslar deyir ki, biz tarixin dəyərlərini daşıyırıq. Daşıyıcısı, yəni daşıyıcısı olaraq bir misyon gerçəkləşdirir. Deyir ki, özünə bir misyon. Misyon latincə sözdür. Türkcəsi bir iş, bir yol, bir ərəbcə məmuriyyət. Özünə bir məmuriyyət çıxadacaqdır. Pəs həm uyğarlığı, təməddünü deyəcək ki, biz burada İranda olanların hamısı İran təməddünüdür, İran mədəniyyətidir. Deməyəcək ki, bunlar məsələn hangi millətin nə qədər təsiri var burada. Və ha belə tarixdəki dəyərləri, ərzişlər, dəyər olur ərzişdə, dəyərlər türkcədir. Taşıyıcısı olaraq deyir ki, bunlar mənim boynumadır, mən daşıram, biz farslar, fars dili, fars tarixi, İran, İrançılıq bunlar deyəcəkdir. Taşıyıcı olaraq bir misyon gerçəkləşdirir, özünə bir məmuriyyəti vaqei göstərir. Yəni olmayan bir şeyi göstərir. Gerçəkləşdirmək, yəni ki, bunu göstərir, yaradır, bizə inandırır. Gerçəkləşdirmək əslində inandırmağa gəlir burada. Sümürcə insanının yüz kızartıcı karanlığına ışık gətirmək gibi sonsuz bir ərdəm sahibidir. Ərdəm demişik ki, əxlaq. Əxlaqcı ərəbcədir, onun farscası yoxdur. Onun türkcəsi, yəni əxlaqın türkcəsi ərdəmdir. İndi deyir ki, bu farsları nə edəcəklər? Sümürcə insanının bizləri yüz qaraltıcı karanlığına üzü bilirsiniz də deyirlər üzün qara olsun. Yəni ki utan, xəcalət çək. Pis iş görmüsən. Bu o anlamda. Deyir ki, yüz qaraltıcı yəni o şey ki utandırıcıdır. Utanmalı işindən sümürcə insanının yüz qaraltıcı karanlığına ışıq gətirmək gibi. Deyir ki, bu o üzü qaraldan bir şeye bir ışıq gətirir. Yəni ki, istir desin ki, bu o şey ki, abrı aradan aparar, utandırıcıdır, xəcalət çəkməlidir. Onu istir ki, bir cür ona yusun. Tamam. Işıq gətirir gibi sonsuz bir ərdəm sahibidir. Deyir ki, elə bir əxlaqa mən sahibəm ki, beləsi bir əxlaqa sahibi özünü göstərir ki, biz nə yox, eləyə bilirik ki, bunu üstünü açıqlayaq. Görək nə deyəcəkdir. Bu rolun ona ayrıcalıqlar və sayğı gətiriyor olması ədalətdir yalnızca. Deyir ki, bu ki eləyə bilər, o ərdəm, əxlaqi ki eləyə bilər ona bu rolun, rol bilirsiniz latincə sözdür, ingiliscədir, iş, yer. Məsələn, biri bəqqaldır, biri müəllimdir, biri idarədə işi var, biri bənnadır, maşın təmir edir. Bunlar onların, o adamın işidir, roludur. Bu rolun ona ayrıcalıqlar, deyir ki, bu işçi bunda vardı indi, ona bir imtiyaz gətirir. Ayrıcalıqlar təbiz, dostlar. O şey ki, ərəbcə təbiz deyirlər. Farsda da ona məna yoxdur, ona anlam yoxdur, söz yoxdur. O deyir ki, nədir? Ayrıcalıq, təbiz və sayğı gətiriyor olması, sayğı, ehtiram, hürmət, sayğı. Biz sayğı deyirik, Türkiyədə sayğı deyilir. Deyir ki, bu sayğı gətirməsi nə mənədir? Ədalətdir, yalnızca təhcə. Təhcə o şey ki, eləyə bilər, ərdəmli olsun və bu işi, üzü qaralığa aradan aparsın, ədalətdir. Onu yozdurmaq deyil, onu tərsə göstərmək deyil. Sümürcələşdirmə hər anlamda və tüm sonuçlarıyla
birlikdə məşrudur. Onun nəzərindən, farsların baxışından sümürgələşdirmə, torpaqları işğal eləmək, insanları öldürmək, onları zorla öz ixtiyarlarına, hökmlərinin altına almaq, bayraqlarının altına almaq və onların beyinlərin sümürgə eləmək, əllərini getitmək. Deyir ki, hər anlamda, hər nəb cəhətdən baxırsınız, iqtisadi, siyasi, hüquqi, dini, məzhəb, toplumsal, elm, sənət, teknoloji, əxlaq, fəlsəfə, dünya görüşü, hər nə hangi tərəfdən baxırsınız, baxın, hər anlamda və tüm sonuçları ilə, sonuç, nəticə. Nəticə ərəbcə sözdür, onun türkcəsi sonuç. Tüm də yəni tamam, kamil, tamam, bütün. Tümün türkcəsi bütündür. Tüm özü də tam kəlməsinin, tamam kəlməsinin türkləşmişidir. Tüm sonuçları ilə birlikdə məşrudur. Pəs, indi nə dedi? Dedi ki, onun baxışından, farsların baxışından həm sümürgələşdirmək, həm də nəticələri məşrudur. Məşru şər sözündən gəlir, bilirsiniz. Şər deyən dindir, şəriyyat. Deyir ki, ona görə qədim hər şey qanun demirdilər. Qanun yox idi. Qədim şəriyyat idi. Ona görə də məşru sözü işlədilir. Yəni din üzünədir. Burada deyir ki, məşrudur. Yəni bu şəri bir şeydir. Məşrudur, düzdür. Yəni qəbul eləməlidir. Onun farsların gözündən. Bəs birincisi budur ki, onların, farsların gözündən ədalət anlamda bir şey yoxdur. Və sümürgə bir məşru bir şeydir. Niyə? Buna dayanırlar. Deyirlər ki, əgər sənin zorun var, zorsuzu öldürə də bilərsən, əlvə ala bilərsən də, sata da bilərsən də. Yəni, əsir eləyərsən, satarsan. Bu, bilirik ki, hətta İslamın Qacar dövrünün sonlarına qədər, Nasiruddin Şah dövrünə qədər, əgər iştibah eləməsəm, İranda zorsuzları, zorlular tuturdular. Məsələn, gedirlər bir ayrı kətdən, köşədən adamları tuturdular, uşaqları, qızları, arvadları, kişiləri hətta tuturdular, kasıb-küsubu. Ya borçluları, borcun verənmirdi, gedirdi adam onun arvadın, qızın, oğlun, özün gətirirdi, satırdı. Elə buradan da bizim məsəlimiz var. Deyir, məsələn, mən səni aparsam bazara neçə alarlar. Belə bir məsəl var türkçədə. Yəni, Nasiruddin Şah, Allah rəhmət eləsin, böyük padişahımız, türk padişahımız, onun qanunlarından biri buydu ki, insanları alıb satmağı qədəğən elədi. Mütəəssifanə hələ feylən bu davamı var. Bilirsiniz ki, biz qızları ərə verəndə, evləndirəndə əslində qızları satırıq. Özümüzü toğlamayaq. Yəni, o zaman ki, biri ilə tartışırıq ki, yox, bunun kəbini gərək bir belə ola, gərək bir belə verəsən, bir belə sikkə, bir belə qızıl, bir belə pulan, bir belə bəhman. Əslində, onun qiymətinin üstündə çeyilirik, tartışırıq. Əslində, bu qızı satırıq, bu arvadı satırıq və onlar da satılırlar. Mütəəssifanə bu, hələ feylən belə bir rəsmi var bizdə. Yəni, satmanın, bunda nisiyə satırlar da. İndi feylən deyir ki, çıxanda alacaqdır, çıxmasa almayacaqdır. İndəl mütalibə deyirlər. İstəyən zaman gərək bunu verəsən. Üstünə də bir İslam adı qoyublar. İslamda da belə bir şey yoxdur, fikir edirəm. Yəni, Quranda belə bir şey mən görməmişəm. Bəlkə də vardı. Yəni, indi İslamın adına burada danışmayayım. Amma adam əgər istəsək bu haqda bəhs ediyor, Quran gözümüzün qabağındadır. Qoyarıq, Həzrəti Google-dən də kömək alırıq, vururuq ki, görürük ki, belə bir şey vardı ya yoxdur, orada gələr çıxar. Üstəlik, bu kulluq sümürgə insanının doğasının bir parçası olduğundan və kəndisinin doğasında da hökm etmək bulunduğundan bu işin bir çözümü olmayacaqdır. Deyir ki, çün sümürgəçilik, yəni o düşüncə farsların zihnində var. Farslar əslən istimar məsələsini danışmazlar içəridə, İranda. İstimar deyəndə Amerikadan, Fransədən, oradan buradan danışarlar, amma özlərindən danışmazlar. Niyə? Deyir ki, üstəlik yəni əlavə, artıq, bundan bu sözləri işləyirik, onlardan əlavə. Bu kulluq, bu nökərçilik ki, biz farsları elirik,
sümürce insanının doğasında bir parçası olduğundan o sümürcəçilərin, sümürcə insanı olur biz mütəəssifane. Sümürcə insanının doğasında bizim geçib canımıza, bizim bir parçamız olubdur İrancılıq, farsçılıq. Yəni adam buna görə ki, deyə mən İrancıyam, bir pantürk. Yəni qorx ki, nə bundan. Deyir ki, bu o adamın sümürcəçilik onun keçib beyninə onun canı sümürcəçilikdir. Deyir ki, sümürcə insanın doğasının bir parçası olduğundan və belə kəndisinin doğasında, istemarçının da doğasında olduğundan da hökm etmək bulunduğundan, deyir, ona hökm vermək şeyi də var. Sümürcəçinin. Hökm etmək bulunduğundan, yəni bulunmaq, yəni o mövqeyiyyətdə ki, hökm verə bilir. Dəstur verə bilir, əmr verə bilir. Sənin dilin rəsmi olmasın. Sənin urmucunun qurusun. Bunları. Bu işin bir çözümü olmayacaqdır. İki dəlilə deyir ki, istimar və müstəmirənin çözümü olmaz. Yəni o açıqlaya bilməz. Biri budur ki, bu sümürcəçilər buna adət, yəni sümürcə olmuşlar. Bizlər ki, sümürcə insanı yox. Buna adət bizim bir parçamız olubdur. Farsların da əlbəttə bir parçasıdır. Farslarda siz görməzsiniz ki, əsla və əbəda bu bəhsi eləyələr, bu bəhsə görə bir elmi təhqiqat eləyələr hətta. Deyir ki, bunların doğasının bir parçasıdır. Bir də o birisi tərəfdən ki, onun hökm etmə haqqı var. Sən türk dili oxuyamayacaqsan, fars dili oxuyacaqsan. Sənin ruznaməlin, radio, televizyon olmamalıdır. Sənin bankın olmamalıdır. Sənin iqtisadın olmamalıdır. Sən 2 qat, 3 qat İsfahandan çox maliyyat verməlisən, vergi verməlisən. Deyir ki, bu işin bir çözümü olmayacaq. Bundan bu iki dəlildən dolayı bu işin çözümü olmaz. Çözümdəki bilirsən, rahəlli farsça deyirlər. Rah türkcə farscadır, həll ərəbcədir. Bu tərkib sözlər farsının olmasa fars əslində danışa bilməz. Yəni. Ödüllendirilən Ərdəmin verdiyi keyf doğal yasaların gərəkliyini də əkilər. Deyir ki, ödülləndirmək caizə verirlər. Farsca caizə vermək deyirlər da. Ödüllendirilir. Bir adama bir imtiyaz verilir, bir şey verilir. Ödüllendirilən Ərdəmin, Ərdəm dedik əxlaq, ərəbcədir, farsçası yoxdur. Verdiyi keyf o əxlaqi bir şey ki, sizə bir əxlaqi caizə verir. Məsələn, deyirlər ki, sən azadə insansan. Sən mübarizsən. Sən düşünürsən. Sən insanlara hürmət qoyursan. İnsan haqlarına hürmət qoyursan. Bunlar ərdəmdirlər ki, caizə verilir o adama, ruhi caizə. Verdiği keyf bu ruhu olur da. Doğal yasaların təbiət, doğal təbiət. Doğmaq sözündən gəlir. Doğal, yəni təbiət ki, bilirsiniz, bizə hamımızı təbiət doğubdur. Biz hamımız təbiətdən doğmuşuq, təbiətə gedəcəyik. İnna lillahi və inna ileyhi raciun ki, burada da deyir, Allahdan siz Allaha gedəcəksiniz. Amma bizdə doğa, yəni təbiət. Əlbəttə, kulli şeyin həy fikirən belə bir ayə vardı. Hər şey sudan diridir. Orada da təbiətə işarə edir. Keyf doğal yasaların gərəkliyini də əklərdir. Onun da gərəklik lazım olmasını da əlavə elər. Pəs, insanların deyir, doğasına keçər, təbiətinə keçər. Bir zamandan sonra insanlar özlərin inanmazlar ki, bizim tariximiz bu deyil, dilimiz bu deyil, vətənimiz bu deyil. Özləri, hətta özlərin belə neynərlər? İttihamlarlar. Sümürcələşdirilmə sonsuzdur. Wow. İnsanların beynini sümürcələşdirmək və vətənlərin sümürcələşdirmək sonsuzdur. Yəni durmaz, dayanmaz. Bir yerdə deməzsən ki, burada dayanacaqdır. Bunlar çalışarlar ki, hər nə cürdür sizi sümürcə eləyələr. Yəni beyninizi dəyişdirələr, beyninizi yuvalar. Kəndi gələcəyini heç qayğı duymadan baka bilir. Deyir ki, özünün gələcəyini
Yəni sümürgəçi ya sümürgəçi. Heç qayğı durmadan, qayğı nigerançılıq, dostlar, o şey ki biz farsca nigerani deyirlər, onun türkçəsi qayğıdır. Qayğı duymaq ya qayğı özü. Kəndi gələcəyini heç qayğı, özünün gələcəyini heç qayğı duymadan baka bilir. Özünün gələcəyinə nigeran olmadan baxar. Bundan sonra hər şey mümkün olacaq və yeni bir anlam edinəcəkdir. Bundan sonra belə oldu. Yəni insanlar, biz də farslar da inandılar ki, bu dəyişməyəcəkdir, əbədiyyətə can gedəcəkdir. Türklər İranın bir parçasıdırlar və türk deyirlər, bunlar türkləşmişlər, gələk farslaşsınlar. Biz də əgər buna inanaq ki, İranı, fars dili mühümdür, türk dili yoxdur, biz türk deyilik, azəri, bu tür bir şeylərə inansaq, deyir ki, bundan sonra hər şey mümkün olacaq. Ondan sonra hər şey mümkündür. Və yeni bir anlam, taza bir məna edinəcəkdir. Ona mindirəcəklər, ona yükləyəcəklər. Sizə deyəcəklər, Azərisiz, İranlısınız, sizin hökumətiniz yox idi, hökumətləriniz çox ahmaq, vəhşi, filan, bəhman idilər, arvatbaz idilər, qumarbaz idilər, filan idilər, bəhman idilər. 40 ildir hökumət əllərindədir, bu məmləkətdə hər şey aradan getdi. Kolonyalistin rahatlaya biləcək yardımsevərlik, hətta cömertlik göstərərək yaşama lüksünə sahib ola biləcəkdir. Deyir ki, kolonyalist, sümürgəçi farslar, dedik ki, kolonyalist kimdir İran çərçivəsində? Kolonyalist 1. Tüm farslar ki, bugün nənədən doğulur, ondan tutmuş ta o adamacan ki, ölür 100 yaşında, 150 yaşında. Hər kəs ki, İran dövlətinə və Fars dövlətinə işlir və hər kəs ki, farslara işlir. Bunlar deyir ki, kolonyalistdirlər ya da kolonyalist yanlısı, tərəfdarıdırlar. Kolonyalist rahatlaya biləcək. Yəni deyir ki, rahat ola bilər. Çox rahat ola biləcək. Yardımsevər, indi buradan sonra baxın, deyir ki, bir budur ki, deyir ki, özü rahatlayacaqdır. Ki, türklər buna inandılar ki, İranlıdırlar. Dilləri önəm daşımır, bunların dilləri farsımış, gərək farslaşarlar. Tarixlərdə yoxmuş, bunları gəliblər, işğal eləyiblər falan. Bu cürsü bir şeylərdən. Ondan sonra nə olacaqdır? Yardımsevər. Deyir ki, biz çox köməklik edirik türklərə, Azərbaycanlara. İndi 20 ildir deyirlər ki, Xatəmi dövlətinə 24 ildir, 25 il. 25 ildir deyirlər ki, biz sizə 2 saat həftədə icazə verəcək mədrəsədə dərs oxusun. Hələ də onu deyəcəklər və biz də toğlanacağıq. Yəni 25 ildir, 25 dəfə bundan bizi toğlayıblar. Onların yardımsevərdirlər, yardım sevirlər. Sizə biz ruznamə vermişik, biraz da kət türkçəsi yazın. Televizyon qoymuşuq, hər vaxt türkçüdən danışsın, kəndi görsədir, obanı görsədir. Yəni dalıqalmış insandılar. Və hər vaxt istir ki, fars dilindən danışsın, Tehranın yaxçı saxtımanların, yaxçı maşınların falanını görsədir. Ki, yəni fars olsaz belə olarsınız, türk olsaz belə olarsınız. Yardımsevərlik, hətta yardım dedik köməkdə, kömək eləmək. Hətta cümərtlik, cümərt dostlar, ərəbcə Rəhman, Rəhim ki deyirik, onun türkçəsi cömərtdir. Farsca bəxşəndə deyirlər, bağışlayan, biz bağışlayan və cömərt. Cömərt, yəni bağışlayan. Göstərərək yaşama lüks sahibi, deyir ki, bunu göstərəcəkdir ki, mən nəyəm? Mən rahat yaşıram, yardım sevərəm, çox köməklik elərəm, sel gəlsə, zəlzələ gəlsə, biraz su verərəm. Konserv verərəm 2-3 dana. Pətu verərəm 1-2 dana. Bu həddə yardım sevərək, hətta cümərtlik, dedim də onu dedi bəxşəndə, göstərir özün yaşama, öz yaşama bir lüks verər. Belə bir lüksum da mənim var, belə bir işlərdə görərəm. Lüksünə sahib ola biləcəkdir. Deyir ki, belə bir şeylərə də, belə bir şey lüksüdür əslində. Lüks nə demək dostlar?
lüks, sabun lüks var idi ha, ona tay bir şey değil dostlar. Onu hamma alabilir. Lüks şeydir ki her kəs ala bilmir. Məsələn, deyək ki, bir dana məsələn Porsche İranda lüks idi. Lüks maşınlardan Porsche'dir. Məsələn 8 milyard, 16 milyard puludur. Məsələn. Bunu hər adam alanmır. Lüksudur bu. Deyək ki, villalar için biz görürük Tehranda düzəldiblər metri 150 milyon tümənə. Metri 150 milyon. O çox lüksudur. Yəni onu mənim dədəm, nənəm, kəndimizin hamısı işləyək, bərabər evlərimizi sataq, bir dana villa alanma, bir dana o tür bir lüks apartman alanmarıq. Çünki mən oxuyurdum, yazmışdım 1500 metr kiçik apartmanıdır. 2500 metr özünün içində bağı var. Yəni ehtiyacı yoxsan gedirsən parka. Doçərxə sürəcəkdi uşağın arvadın, elə orada saxtamanın içində 35-ci təbəqədə doçərxə sürsün. İstir havuzda üssün, lazım deyil gedə istəxrə yazıla. Özünün 35-ci təbəqədə istəxri var, geçsin orada üssün. Özdə naməhrəm görməyəcək. Yəni hər kəsənin özünün varıdır. 2500 metr apartmanın böyüklüğüdür. İçində bağı var, içində istəxri var, içində hər şey yəni. İndi bunun da metri 150 milyon. Yaxşı 150 milyon 205 minə çarpsaq, zərb eləsək 2505 minə bizim dedim tamam kəndimizin, hamımız evimizi sataq, onun birini alanmarıq. Buna deyirlər lüks. İndi lüks belə bir şeydir. Adamlar İran dövləti türklərin tamam imkanların əllərindən alıblar. Mədənlərin, yerlərin, suların, hər şeylərin maliyyatın, hər şeyin alır. Məsələn, Vərziqanda zəlzələ düşübdür, Rudbarda zəlzələ düşüb, mənzil dağılıb. Mənim inqilab zamanı, cəng zamanı idi, İran-Əraq savaşan zamanı idi, mənzil dağılıbdır. Hala dostlarımız keçən illər güzariş verdilər ki, mənzil hələ tikilib qutarmayıbdır. Vərziqanın hələ vəziyyəti bəlli deyil. Urmu gölüdəki 20 ildir gözümüzün qabağındadır. Mən Təbrizdə 1389-da güzariş vermişəm ki, orada muhiticistin bir rəvabitümüzdə bir qarşınas var idi. Gəldi məni çağırdı, yavaşcana qulağıma dedi ki, heç kəsə bunu demə. Biz oradan su gətiririk, kütlər bilməsin, ayrı millət bilməsin. Biz oradan su gətiririk. 2-3 ilə su gələcək bura. Tunel vururuq. Yəni 1389-dan çox tunel başlayıbdı. İndi ki 1401-dir. Yəni 22 ildir burada tunel çəkirlər. Çəkməyəcəklər. Amma neçə metrdir bilməm, 30 kilometrdir, 35 kilometrdir belə bir yoldur. Amma 4 ildə ya 5 ildə Umman dənizindən ya Xəlic Ərəbidən suyu çəkdilər, 800 metr gətirdilər Kirmana. Eyni halda ki, hər bir litr suyu gətirmək üçün, hər bir metr mükəb suyu gətirmək üçün ən azı $2.50 onun fəqət duzun çəkməyə gərək xərcləyirlər. Onun duzun çəkəcəklər, suyu şirin eləyərlər, gətirərlər Yəzdə. $2.50 onun metr mükəbinə xərcləyəcəklər. İndi sizə də Ərdəb örgədirlər, mən gördüm, hətta Sağir Ruznaməsi dünən titr eləmişdi. Azərbaycanlılar qarpıza su verirlər, qarpız elirlər. Niyə qarpız elirsiniz bunu? Yavaş-yavaş istəyirlər deyirlər, əhmə, işləmə, neynə? Buradan köç. Qoy Şirazda, İsfahanda, Yəzdə, Kirmanda, Sinnanda əksinlər. Sən ged orada buradan mülkün ya sat ya da kök keçinə var yoxun vardı. Apar orada bir şey al, orada nökərçilik elə. Bu beləsi bir vəziyyətdədir. Sümürcə insanı isə başına gələnləri yumuşatdığı için ona ancaq minnət duya biləcəkdir. İndi sümürcə, yəni bizlər, sümürcə insanı bizlər, Türklər, Farsların qarşısında bunlar neynər? Deyir ki, o Farslar gələnlər başına gələnləri, bizim başımıza gələni biraz yumuşadarlar. Yumuşatdığı üçün, bizə biraz yumuşatdığı üçün ona, sümürgəçiyə ancaq minnət duyarlar. Minnət qoydunuz bizə.
Adam nümayəndə məclisi gətiriblər orada, döktür Pezeşkiyanı, nə bilim filan kəsi gətiriblər orada danışdırırlar. Hamı əslən qaldım 3 nəfər oturublar, istəyirlər bu adamlar bunu tərifləyirlər. Ağa, onun orada şalvarın çıxacaq, su verəcəksə əlinə. Necə ki, nümayəndən gətiriblər, sual soruşmaq üçün onu tərif edirlər. Minnət duya biləcəkdir. Biz minnət duyuruq. Minnət qoyun, biz yalvarırıq. Yəni minnət çəkirik da. Lütfən, xahiş edirik, gəlin. Mən bunun adına nə dedim? Dilənçi millət. Dilənçilik və dilənçi millət. Sümürgəçi bizi dilənçi millət edibdir. Biz daimən bir dəfə qılış götürüb, silah götürüb çıxmırıq qabağına. Bir dəfə demirik ki, ağa, ölmək də bir dəfə, xırıldamaq da bir dəfə. Bu nə işdir? Məsələn, bizim vətənimizi niyə nabud edirsən? Niyə iqtisadımız sənin əlindədir? Niyə mədənlərimiz sənin əlindədir? Niyə burada karxana yoxdur? Niyə burada qoymursan sərmayə qoyarlar? Niyə bizim insanlarımız bekardılar? Dünənləri qoyublar ki, İranda 3-cü şəhər ki, orada hər yerdən çox xuşunət vardı, insanlar bir-birlərini vururlar, döyürlər, savaşırlar, Zəncandır və Azərbaycan. Mən yazdım ki, təbiidir. Bir millət ki, sümürgə ola, onun beyni sümürgədir. Dili qeyri-qanunidir, danışa bilmir. Mən indi burada İngilisi danışamıram. 20 ildir, 18 ildir mən Kanadayım, İngilisi danışamıram. Buna görə ki, danışmayan İngilislərdən görmürəm. Çünki danışanda TTPT edirəm. Bunu aşağı işlərə getməyə məcburam. İdarəyə gedəmirəm, falan yerə gedəmirəm. Bu, o aşağılığın bir kompleksidir. Ondan sonra maliyyət məndən çox alırsan. İşsizlik burada yaradırsan. Qoymursan özümüz, öz torpaqlarımızı, pulları olanlar gəlsinlər, burada pul qoysunlar, iş yaratsınlar. Biz məcbur oluruq ki, burada işsizliklə, çətinliklə arvadımızdan, uşağımızdan, familimizdən, gələndən, gedəndən utanaq və tacə yolumuz fəqət hesabana olmaqdır, hamı ilə savaşmaqdır. Çünki biz bir oğdənin içindəyik, bir vəziyyətdə orada partlırıq. Bu partlamağı arvadımıza, uşağımıza, nənəmizə, dədəmizə, bacımıza, qardaşımıza, qonşumuza, xiyabanda gələnə gedərə üstünə döş başatmalıyıq. Amma biz nədənsə minnət duyuruq farslara. Farslar lütf eləyiblər, bizi İranda saxlayıblar, bizi qoruyurlar, yoxsa dünya gəlmişdi, bizi almışdı. Olan Ermənistan 3-4 milyondur məmləkətdir. Azərbaycanlıların 40 milyon. Ermənistanda dəriyə yol yoxdur. Ermənistanda nəfti yoxdur. Deyək ki, biz Azərbaycanla birləşməyəcəyik. Deyək ki, Türkiyə ilə birləşməyəcəyik. Bu günləri bir məqalə gördüm, bilmirəm, Türk yazmışdı, Fars yazmışdı, oxudu, üst altında da yazdım bunu. Adam yazmış ki, Türkiyə bombəs bir yerdir. Olan Türkiyənin hər iki tərəfi dənizdir. Dünyanın ən mühüm kanalı Türkiyədən geçir. İstəyər Rusiya gələ bu tərəfə, Ukrayna gələ bu tərəfə, tamam dünyanın buğdası gələcək Türkiyənin boğazından geçə. Amma bizi buna inandırırlar. Biz niyə Türkiyə ilə birləşə bilmərik? Bunu gərək soruşaq. Niyə biz Farslarla birləşə bilirik, Türklərlə birləşəmirik? Niyə Azərbaycanla birləşə bilmərik? Niyə Türkiyə ilə birləşə bilmərik? Niyə müstəqil olsaq biz yaxçı olmarıq Farslardan? Biz deyir, minnət duyacaqdır. Burada, indi bu mövzuiyyətdə koruyuculuq, burada koruyuculuq, paternalizm, pedersalari, Farsca deyiblər bunu. Koruculuq, qorumaq. Dədə uşaqları qoruyar. Məsələn, deyək ki, bir şey qorxudur, odun qabağında qoruyar. Burada koruculuq denilən heyrət verici zihinsel tavır ortaya çıxır. Deyir ki, burada bir şey ortaya çıxır. Zehnimizdə bir şey çıxır ki, Farslar bizi qoruyurlar. Farslar Bəluçları qoruyurlar. Yoxsa dünya bizi yudar. Dünyada 150 məmləkətin cəmiyyəti Bəluçlardan belə azdır. Kürdlərdən belə azdır. Lorlardan belə azdır. Ərəblərdən azdır. Bizim ən azı 40 milyon cəmiyyətimiz vardır Güney Azərbaycan və İranda. Türklər. Nədən biz məsələn, amma deyir ki, burada koruyuculuq bizi qoruyurlar olar. Koruyuculuq denilən, o şey ki ona deyirlər koruyuculuq,
heyrət verici bir şəkildə, təəccüb elədici bir şəkildə zehnisel bir tavırdır, zehnisel bir davranışdır. Zehniyyətimizdə belə bir davranma var ki, onlar bizi qoruyurlar, İran bizi qoruyur, yoxsa dünya gələr bizi udar. Biz ac qalarıq filan. Bu o deməkdir. Ortaya çıxır, tamam. Bir ölkəyi koruyucu şəkildə yönetmə yanlısı olan bir kişi ırqçılığın və eşitsizliyin ötəsində bir kəz qəbul edildikdən sonra cömert olduğunu irəli sürən kişidir. Deyir ki, indi burada biraz cümlə uzundur, parantezin arasını da oxudum, amma dırnaq arası türkçə, onu da oxudum, amma görək nə deyir? Bir ölkə, yəni dedik, vətən, torpaq, bir ölkəyi koruyucu şəklində, onu qorumaq şəklində, onu qoruma altına alıblar, o şəkildə yönətmə, idarə etmək, müdiriyyət etmək, yönətmə, yanlısı, yəni tərəfdar. Buna tərəfdarıq ki, Azərbaycanı onlar qoruyurlar farslar. Farsın ərteşi olmasa, o Azərbaycanı gələrlər nə olur? Olan bir kişi, bir şəxs, kişi, yəni fərq eləməz, arvad ya kişi. Irqçılığın, qadın ya erkək fərq etməz, ırqçılığın və eşitsizliyin ötəsindədir. Deyir ki, bu düşüncə ki, onlar bizi qoruyur, ondan biraz da hələ qabaqlıqdır. Onun ötəsində nədir? İki şey var. Irqçılıq, nəcatpərəstlik və əşitsizlik, təbiz, nabərabərlik, əşitsizlik, nabərabərlik. Ötəsində bir kəz qəbul edildikdən sonra, deyir, bir dəfə bu sözü qəbul eləsəz ki, onlar bizi qorurlar, ondan sonra qəbul eləyəcəksən ki, nə? Nəcatpərəstliyi də qəbul eləyəcəksən, ha belə əşitsizliyi də qəbul eləyəcəksən. Ondan sonra nə olacaq? Cömert olduğunu, o farsların cömertdirlər ki, bizi qoruyurlar da, cömert olduğunu irəli sürər bir kişidir. Deyir ki, onda deyəcəksən, onlar cömertdirlər, bəxşəndədirlər, əlləri çox açıqdır, bizi qoruyurlar. Bunu irəli sürəcəkdir. Buna yardımsevər bir ırqçılıq deyə biliriz. Deyir, bu sözə deyə bilirik ki, yardımsevər nəcatpərəstlik deyə bilərik. Amma daha az becərikli və daha az karlı deməyiz. Demərik ki, bu az becəriklidir. Becərikli, yəni başarılı, iş başaran. Deyir, demərik ki, bu az iş başarılı, az becərikli və daha az karlı, mənfəəti daha azdır. Deyir, bunu demərik əsla. Deməyiz, bunu demərik. Örneğin, misal üçün, sümürce insanı sendikal haklar tələb eder etmez, en cömert koruyucu isyan eder. Deyir ki, indi diqqət buyurun. Deyir ki, çox gözəl bir söz dedi. Buradan bu cümləni yadınızda saxlasaz bilərsiniz istimar yönləmini. Deyir ki, örneğin sümürce insanı sendikal haklar tələb eder etmez, en cömert koruyucu isyan eder. Deyir ki, sümürcə bizlər, türklər, ərəblər, bəluçlar, türkəmənlər, qəşqailər, rollar, çiyləklər, mazənilər, kütlər, talişlər. Deyir bunlar, örneğin sümürcə insanı, yəni dediyim bu insanlar, sendika dostlar, işlərin, hər işin özünün bir mərkəzi olmalıdır. Ona sendika deyirlər. Məsələn, dəmirçilərin bir mərkəzi olmalıdır, bəqqalların bir mərkəzi olmalıdır, ilməhsalanların bir mərkəzi olmalıdır, vəkillərin bir mərkəzi olmalıdır, nə bilim, döhdürlərin bir mərkəzi olmalıdır, mühəndislərin bir mərkəzi olmalıdır, işçilərin, karicərçilərin, çərxanalarda işçilər, onların bir mərkəzi olmalıdır ki, onların haqlarından difə eləyək. Ona sendika deyirlər. Deyir ki, əgər sümürcə insanı, türklər, ərəblər, bəluçlar, deyirlər ki, biz istəyir sendikamız olsun. İndi diqqət buyurun. Sendika, məsələn, Türk-Azərbaycanlı karicərlər istəyirlər bir dənə mərkəzləri ola ki, orada deyirlər, biz çərxana sahiblərindən haqqımızı istirik. Bir bu. Azərbaycanlılar deyirlər ki, biz istirik hizb quraq. Biz haqqımızı istirik. Bu da bir sendikal vəziyyətdə. Çünki biz indi İranda heç haqqımız yoxdur. Biz bu haqqı nə cür ala bildik? O zaman ki, mərkəzlərimiz ola, hizblərimiz ola. Hizb istirik. O zaman ki, biz bank istirik ki, pulumuzu qoyaq öz bankımıza.
O zaman ki deyək ki, biz istirik bir dənə mərkəz qoraq, dünyadan insanları dəvət edək, gəlsinlər, türklər, farslar, ərəblər, bəluçlar, türkçəmənlər, ingilislər, fransəlilər, ruslar, almanlar, türkiyəllər, Azərbaycan gəlsinlər, Güney Azərbaycanda ya Türkçəmən səhrada, Qəşqayısında karxana qoysunlar, iş yaratsınlar. Deyir, onda neynər? Bu koruyucu adam üsyan edər, etiraz edər, qalxar, qabağında durar. Necə sən istəyirsən burada karxana qoyasan? Necə sən istəyirsən hizb yaradasan? Necə sən istəyirsən sindika qurasan, xariciyələrin haqlarından difa edəsən? Necə sən istəyirsən bank qurasan ki, türklərin pulları türk bankında olsun, mənfəəti gəlsin türklərə. Sən qoyacaqsan Bank Sadirat İran, hamısı getsin ora. Sən qoyacaqsan Bank nəmənə Parsiyan getsin farslara. Ücretli artırıyorsa, ücreti artırıyorsa, əgər o istemarsa əl işin, ücret əl işi, işimizin gəlirimiz, müzdümüzü. Əgər müzdümüzü artırırsa, indi təvərrüm 200 qat gedib üst-üstə, mən bir dəfə hesaplamışdım inqilabdan bu üzə. Məsələn, inqilabda nəbati yağının, mən indi yadımda deyil, amma o zaman yazmışdım. Təbrizdə olanda bunları yazdım da, yaydım da. İndi fərz edin da 5 kilo 5 tümən idi. Ya bilmirəm, 2 tümən 25 qram idi. Neçə idi? Yadımda deyil. İndi o 5 tümən görün ki, neçə min tüməndir. Yəni baxsaz görərsiniz ki, üst-üstə məsələn 4000 qat bahalaşıb. 4000 qat. Əti də elə bu cürsün. Məsələn, əti o zaman deyək ki, 5 tümən idi. Məsələn, indi yadımda da 7 tümən idi. İndi məsələn 80.000 tüməndir. 80.000 tümən bölsəz 8-ə 1000 qat bahalaşıbdır. Yox, üzr istəyirəm. 8000 qat. 8000 qat bahalaşıbdır. Yəni, indi sizin hüququnuz oradan bura neçə olubdur? Onda deyək ki, 2500 tümən idi, indi olub 4 milyon tümən. Deyək, 4 milyon olmayıbdır. Əlbəttə, deyək, 4 milyon olubdur. 4 milyonla indi bunu bölsəz, görəcəksiniz ki, burada məsələn, orada neçə min qatda? 8000, burada neçə gedibdir? Burada da məsələn gedibdir 200, 100. 2500-ü 100-ə zərb eləsən, qoyun zərb eləyim də, burada mən 2500 100-ə zərb eləsək 2 milyon 500 elər. 4'ə 200'ə zərb eləsək gələr düzələr. Yəni gələr 5 milyona çıxır. Deyir ki, siz orada ne edəcəksiniz? Onda üsyan eləyir. Aha, indi burasını deyirdi. Deyirdi ki, ücreti artırıyorsa, əgər əl müzdüzü çoxaldırsa, karısı sümürcə insanlarına baxıyorsa, əgər o xanımına deyir ki, getkinə bir dana, məsələn, Məhdi Kudək düzəlt, nə bilim, bir dana bir yer düzək ki, orada uşaqları saxlayasan, yetim uşaqları məsələn. Ya kasıblara məsələn, adını nə deyirlər? Komitə İmdadı İmam Xümeyni. Məsələn, komitə imdad düzəldibdir, oradan bir şey verər. Deyir, əgər onun xanımısı belə bir şeylər düzəldibsə, o kasıblara məsələn bir əl getirirsə, bunlara armağandır. Bunlar armağandır. Bunlar onların tərəfindən bizə bir hədiyyədirlər, ərmağandırlar. Ərmağan nəzərə gələn türkçə sözdür. Bilmirəm, bəlkə də farscadır. Hədiyyədir hər halda. Hədiyyə də ərəbcədir. Ərmağandır. Asla görəv deyil. Onların görəvi bu deyil. Ki, əl-muzdun çoxalda, gələ zəlzələ olub orada bir iş görə, sel gəlib orada bir iş görə. Bunlar onun işi deyil. Şəhəri düzəldə, iş yarıda, bunlar onun işi deyil. Görəv olaraq qəbul etsə, əgər onları bir vəzifə kimi qəbul eləsə, sümürcə insanının da haqları olduğunu qəbul etmək zorunda qalır. Əgər onları özünə bir görəv kimi görsə ki, mənim vəzifəmdir ki, burada maliyyət alıram, bunların istemar edirəm, burada da bir xiyaban çəkim, burada bir yetimlərə ev düzəldim, burada mərizlərə bir pulsuz bir yerlər düzəldim, burada bir davaların müftə verim, bu cür bir şeylə deyir. Əgər özünə vəzifə görsə nə olar? Onda məcbur olar ki, sümürcə insanların o birisi haqlarını qəbul eləsin. Amma vəzifə görmür. Deyir ki, biz bir xidmətdir veririk. Komitə İmdadı İmamdır. Bu İmdadı İmam lütf edir sizə bunu verir. Amma yukarıda
söylenen şeyler diqqətə alınırsa, üstə dediklərimiz sözləri diqqətə alsaq, gözümüzün önündə tutsaq, onun heç bir görevinin sümürce insanına da heç bir hakkının olmadığı açıqdır. Deyirəcək, üstəki sözləri dediyimizə diqqətə alsaq, görərək ki, əvvələn onun heç bir görevi yoxdur. Dövlətin heç bir görevi yoxdur türklərin, ərəblərin, bəli sorur. Ərəblərin nəftini çıxardır, amma onlara görə iş, güc bir şey yoxdur. Onların yerlərini də əllərindən alır. Heç bir görevi yoxdur. Sümürce insanının da, bizlərin də heç bir haqqımız yoxdur. Bu ortaya çıxar. Kendisinin tanım gereği efendi ve masum olduğunu bu yeni ahlak düzenini kurduktan sonra kolonyalist en nihayet kendisini aklamıştır. Deyir ki, kendisini özün, sümürgəçi, farslar özlərin tanım gereği özlərin tanıtmağa məcbur olduğundan dolayı efendi kimi, efendi yani bir böyük bir insan kimi, şərif bir insan kimi ve məsum olduqlarını özlərin bir efendi görsədərlər və məsum görsədərlər. Biz günahkarıq. Biz bilmirik ki, farslarla biz beraber, türklərlə biz beraber fərqimiz yoxdur. Zülm elə hamımız olur. Ama belə deyil. Məsum olduğunu bu yeni ahlak, bu taze ahlak kitapta özünde məsum gördü filan Bəhman, onlardan dolayı düzenini kurduktan sonra, elə ki bu yeni ahlak düzenini kurdu, ondan sonra ne olar? Kolonyalist en nihayet o sümürgəçi sonunda, en sonunda kendisini aklamıştır. Özün haqlı elər, haqlı görsədər. Haqlı oldu. Yani mən də qəbul edirəm ki, farslar haqlıdırlar. Sən də qəbul edirsən farslar haqlıdırlar. İran haqlı deyil. Yine de bu düzenin başkaları tarafından özellikle de sümürce insanının tarafından sorgulanmaması olmazsa olmaz bir kuşuldur. Son cümleydi. Dedi ki, gene de düzen nəzmi tertibi ki İran'da var. İdari sistem falan bunlar. Yine de bu düzenin başkaları tarafından, ayrı adamların tarafından özellikle de sümürce insanının bizlerin tarafından sorgulanması, sual altına aparılması olmazsa olmaz, qeyri-mümkündür, gərək sual altına gedər. Bir kuşkudur, bir şəkdir. Dostlar, burada bu kitabımızın bu fəslini qutarırıq qollən. Ərz edeyim ki, gələn səfər əgər halımız yaxşı olsa, geçərliyik 92-ci səhifədən, 91-ci səhifədən sümürgələşdirilənin mitsel portresi, oradan başlayacağıq bu kitabı oxumağa ki, buradan bu üzər, buradan ki, nə mənə danışmışdı, hamısı istimargərə görə idi. Onların ruhu, rəftarı, onların iqtisadi duruşu, onların fərhəngi, tarixi duruşu, onların insanların beynini yıxamaq duruşu, bunların hamısını buradan o tozih verirdi. İndi buradan bu üzə gələcəkdir ki, sümürgələşdirilən, yəni bizlərcə farslara sümürgə olmuşuq, bizim durumumuzu açıqlayaq ki, nədir olubdu biz bura duruma gəlmişik? Bu bölümü biraz da o birisi bölümdən çox tutubdu. Yəni 110 səhifə olacaqdı bu bölüm. Daha çox bizim dərdimizə deyən bu bölümdür. Buradan farsları tanıdıq ki, istimargər kimdir? İstimargər ya sümürgəçi hər bir farsdır ki, anadan olandan, ləhzədən ki, indi bir dana uşaq, bir dana xanım uşağın doğur, indi doğur. Bu uşaq istimargərdir. Deyir, niyə istimargərdir? Deyir, bunun nənədən olanda belə bir haqları vardır ki, bir dana döhdürün, bir dana mühəndisin, bir dana karxanadarın, bir dana türk milyarderin, türk xaricərin, türk müəllimin, türk ustad danışqanın o haqqı yoxdur. O nədir? Məsələn, dil haqqıdır. O nədir? Dövlətçilik haqqıdır. O nədir? Hüviyyət haqqıdır. O nədir? Tarix haqqıdır. O nədir? Dünya görüşü haqqıdır. O nədir ki, vətənçilik haqqıdır. O nədir? Millətçilik haqqıdır. Deyir, bu səndə yoxdur, amma onun varıdır.
Onun varıdır, o uşağın varıdır. O istər istəməz nənədən olanda bir haqlara malikdir ki, o sənə verilmir. Bir imtiyazları var ki, sənə yoxdur. Elə o ən aşağı imtiyaz budur ki, deyirlər farsdır. Sənin də ən aşağı imtiyazın budur ki, deyirlər türk. Qutuldu. Sən farsda danışsan türksən, dedim bunu, baxın, o kitabda da işarə elədi. İndi Portuğallar 700 il bundan qabaq, 600 il bundan qabaq gəliblər Amerika, Cənubi Amerikanı, Güney Amerikanın torpaqlarını işğal ediblər. İnsanları həm dinlərini dəyişdiriblər, həm torpaqlarını alıblar, həm dillərini dəyişdiriblər, hər şeylərini dəyişdiriblər. Və insanlar, sümürcü olanlar deyiblər ki, Portuğal kimi pişrəftə məmləkət olacaqlar, iqtisadları yaxşı olacaq, dilləri yaxşı olacaq, tarixləri. Amma 700 ildir günü-gündən dalıya getməsələr də 700 illəri ilə bu günlərinin fərqi yoxdur. Hətta bəlkə təhqiq olunsa görər ki, o zaman rifahları bugünkü gündən çoxmuş. Əmniyyətləri bugünkü gün. Ha belə İspaniya gəlib burada bir çox məmləkətin dilin İspaniya eləyibdir. Dinlərin çevirdirib Məsihiyyət eləyibdir. Nə bilim, torpaqların əllərini alıbdır, iqtisadların əllərini alıbdır. Amma onlar bu günləri dünyada desələr ki, mozuza almırıq, hamısı qalacaq. Bu günləri desələr ki, qəhvələrizə almırıq, hamısı qalacaq. İstemarın işi budur. Yəni 700 ildən sonraki farslaşaq biz, gen elə deməyəcəklər ki, bunlar farsdılar. Deyəcəklər, bunlar türklər ki, farslaşıblar. Genə də gecində bunları biz gərək həm minaq, həm də əllərindəkini olaq. Dostlar, çox yoruldum, düzün axtarsaz da nəfəsim getdi, gəlmədi. Gələn gün umaram ki, inşallah eləyə bilək bu kitabı davam verək. Sağ qalın, səlamət qalın. Görüşmək üzrə.